İsveçrə doğrudan mı bahalı şəhərdir? Biz bu qaldığımız günlərdə bunu analiz edəcəyik, tam dəqiq olaraq sizə bu məlumatı tam ötürəcəyik ki, həqiqətən çox bahalı şəhərdir, yoxsa burada çox ucuza, çox münasib qiymətə istirahət eləmək olar. Elə istəyirik başlayaq videonu buradan. Burada gördüyünüz kimi kiçik yaxtalar var, insanlar asudə vaxtlarını burada tamamilə fərqli bir tərzdə qeyd edir. İsveçrə doğrudan mı bahalıdır? Bəli, bu sual burada hər addımda ağla gəlir. Amma gəlin məsələ təkcə qiymətlərdə deyil. Bu ölkənin yaşam tərzi başqadır. Bu bizim İsveçrə ilə ilk tanışlığımız deyil. Ona görə də sizə gəzdik, gördük, bahadır deyib keçə bilməyik. Sizi biraz daha fərqli bir Cenevra ilə tanış edəcəm. Bura parklar, heykəllər və nəfəs alan yaşıllıqlar şəhəridir. İnsanlar qaçır, idman edir, hər şey ritmlidir, planlıdır. Alman dəqiqliyi bütün şəhərin estetikası ilə qarışır. Maşına isə ümumiyyətlə ehtiyac yoxdur. Çünki nəqliyyat sistemi o qədər rahat və dəqiqdir ki, istifadə etmək həm sərbəlidir, həm də zövqlü. Bəli, bahalı avtomobillər, elit həyat tərzi burada da var, amma gözü soxulmur. Şəhərin fonunda sakitcə axır. Ətrafdan hiss olunur ki, buradakı insanlar zamana işləyir. Saatdan isə danışmağa ehtiyac yoxdur. Sən artıq bilirsən ki, bu şəhər o sahədə söz sahibidir. Bura necə təmizdir deyə adam təəccüblənmir. Hər şey öz-özünə belə sərgəlidir. Zibilqab belə par-par parıldayır. Texnologiya, qayda, nizam, burada bunlar qeyri-adi deyil. Adi gündəlik həyatın bir hissəsidir. Əgər nisbətən münasib qiymətə ümumiyyətlə bir qısa bir şəhər turu eləmək istəyirsinizsə, bu cür avtobuslardan istifadə edə bilərsiniz. Bəli, bu şəhər bahalıdır. Amma o qiymətə sən təkcə məhsul yox, bir sistem, bir standart, bir həyat tərzi alırsan. Və əgər bu şərtləri müqayisə etsək, bəlkə də burası elə də bahalı deyil. Ona görə Cenevra yalnız gəzmək üçün yox, düşünmək üçün də əla bir məkandır. Bir dəfə gəlib gördünmü, sənə sadəcə təəssürat yox, bir ölçü vahidi verir. Ona görə Cenevra yalnız gəzmək üçün yox, düşünmək üçün də əla seçimdir. Bir dəfə gəlib gördünmü, sənə sadəcə təəssürat vermir, o həm də sənə ölçü vahidi verir. Amma ki, Cenevrədə çox ucuza, hətta belə deyərdim, çox ödənişsiz formada da, çox belə cüzi və maddiyyatla da çox qəşəng istirahət edə bilərsiniz. Məsələn, bu tərəfimizdə ola bilər Montpellier körpüsü, bu tərəfimizdə Cenevra portu. Gəlib oturub burada ödənişsiz, tamamilə çox gözəl bir istirahət edib İsveçrə havası ala bilərsiniz.